Bəli, Şinarə, vurğuladığınız kimi gələn ildən etibarən Azərbaycanda orta aylıq pensiyanın məbləği 590 manat və eyni zamanda digər yaşa görə orta aylıq pensiyanın məbləği isə 629 manat olacaq. Yəni belə olmağı planlaşdırılır və təbii ki, pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin də artırılacağı gözlənilir və növbəti ildən pensiya ilə bağlı daha ətraflı şəkildə bizi nələr gözləyir və artım hansı formada olacaq, nə qədərli bir artımdan söhbət gedir. Detallı informasiyaları ilə qonağın Milli Məclisin üzvü deputat Vüqar Bayramovdan alacaq. Xoş gördük Vüqar bəy. Pensiya alan şəxsləri gələn ildən etibarən nə qədər artım gözləyir, sizdən eşidək. Qeyd etdiyiniz kimi növbəti il həm orta pensiyada, beləcə də yaşa görə orta pensiyada artımlar nəzərdə tutulur və eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il dövlət büdcəsində həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsində artımlar və eyni zamanda pensiya üçün ödənən vəsaitin, yəni Dövlət Sosial Müdafiə Fondu vasitəsilə ödənən vəsaitin məbləğinin 10% artması nəzərdə tutulur. Bu təbii ki, həm də birbaşa ona bağlıdır ki, yeni pensiya çıxanların da pensiya xərcləri məhz Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənir. O baxımdan bütövlükdə 2026-cı ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 94%-i məhz pensiyaların ödənilməsi üçün istifadə olunacaq. O deməkdir ki, pensiyalarımızın sosial təminatın gücləndirilməsi növbəti ildə də məhz prioritet olaraq qalacaq. Konkret olaraq artımlar nə qədər olacaq? Bildiyiniz kimi artımlar əmək pensiyaları haqqında qanunla tənzimlənir və həmin qanuna əsasən hər il yanvar ayında pensiyalarda artım əvvəlki ildə orta aylıq əməkdəki artım faizinə uyğun olaraq müəyyənləşir və o demək ki, 2025-ci ildə Azərbaycanda orta aylıq əmək nə qədər artacaqsa, ona uyğun olaraq da pensiya artımları həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, 2025-ci ildə orta aylıq əmək 9,12% artacaq. Yəni, bu o deməkdir ki, əvvəlki aylardakı artım dinamikasını nəzərə alsa, bu o demək ki, növbəti ildən etibarən pensiya məbləğlərində 9,12% artım olacağı gözlənir. Təbii ki, daha konkret rəqəm növbəti ilin əvvəlində elan olunacaq, amma təbii gözlənti bundan ibarətdir ki, 9,12% artım olacaq. Bu o deməkdir ki, qeyd etdiyiniz kimi orta aylıq pensiya məbləğinə yaxın bir məbləğə baxsaq, məsələn 500 manat pensiyalan vətəndaşımızın pensiya məbləğində 46 manat artım olacaq. Yəni, bu o deməkdir ki, 2025-ci ildə 500 manat pensiyalan vətəndaşımız 2026-cı ildə təxminən 546 manat alacaq. Sərəncam fevral ayında veriləcək, amma artımlar yanvar ayından hesablanacaq. Bu da o deməkdir ki, vətəndaşımız üçün hesablanmış, yəni 500 manat pensiyasında 46 manat artım olan vətəndaşımız üçün hesablanmış yanvar ayının artımı fevral ayının artımını birlikdə ödəniləcək. Amma təbii ki, artımlar yanvar ayından hesablandığı üçün pensiya artımları yanvar ayından qüvvədədir. O baxımdan hər bir vətəndaşımız praktik olaraq rəsmi rəqəm elan olunduqda, yəni son rəqəm elan olunduqdan sonra pensiya məbləğlərindəki artımı hesablaya bilər. Təxmini artım 9,12%, gözlənir ki, təxminən bu rəqəm ətrafında artımlar olacaq və bu bütün pensiya məbləğinə şamil olunacaq. Yəni, əgər 400 manat alırsa, 400 manatın 9,12%, ya 600 manat alırsa, 600 manatın 9,12% həzmində artımlar olacaq. Bu o demək ki, artıq biz yeni ildə pensiyalardakı artımları müşahidə edə biləcəyik. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün. Elə bir daha xatırladım ki, artıq növbəti ildən etibarən elə deputat Vüqar Bayramovun da açıqlamasından aydın oldu ki, növbəti ildən etibarən pensiyalarda artım müşahidə ediləcək. 500 manat alan şəxsin təxminən 46 manatlıq bir artımı olacaq pensiya alışında və təbii ki, digər istiqamətlərdə də müəyyən addımların atılacağı proqnozlaşdırılır. Yanvar ayından etibarən artıq bu dəyişiklik qüvvəyə minəcək. Fevral ayında da hər 2 ayın birgə ödənişini ala biləcəklər. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə. Bir daha qeyd eləməliyik ki, artıq biz hər birimiz çox asanlıqla marketlərdə, bazarda, digər yerlərdə qiymət artımının şahidi ola bilirik. Bu o deməkdir ki, pensiyalar da buna uyğunlaşdırılmalıdır.